Əl-Cumuə Cümə surəsi Mədinədə nazil olmuşdur. 11 ayədir. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. Yusabbihu lillahi ma fis-semawati və ma fil-ardil melikil quddus'il azizil hakim. Göylərdə və yerdə nə varsa hamısı, bütün varlıq aləminə hökmran, hər bir eyb və nöqsandan pak, yenilməz qüdrət sahibi və yaradılış mərhələsində gözəl yaradan, şəriətdə mətin olan Allaha daim dil və hal ilə zikr edir. Huvellezî ba'ase fil-ummiyyin rasûlen minhum yetlû aleyhim âyâtihi ve yuzekkîhim ve yuallimuhumul kitâbe vel hikmete ve in kânû min qablu lefî dalâlin mubîn. Ayələrini onlara oxumaq, onları əqidədə, əxlaqda və əməldəki çirkinliklərdən pak etmək, onlara səmavi kitab, dini və əqli mərifətlər öyrətmək üçün ümmilərin çoxsu savadsız olan Məkkə cəmaatının arasından özlərindən olan bir peyğəmbər seçən odur. Doğrudan da onlar bundan öncə açıq-aşkar azğınlıq içində idilər. وآخرين منهم لما يلحقوا بهم وهو العزيز الحكيم. Və onu bəşərin nəsli kəsilənədək onlardan olan, lakin hələ onlara qoşulmamış digər cəmiyyətlər üçün də seçdi. O istədiyi şeydə yenilməz qüdrət sahibi, əbədi qalan dinin qanunlarının çıxarılmasında hikmət sahibidir. Zəlikə fadlullahi yu'tihi mən yəşəə Vallahu zul fadlil azim. Bu risalət Allahın kərəmidir ki, onu istədiyinə verər və Allah böyük kərəm sahibidir. مثل الذين حملوا التوراة ثم لم يحملوها كمثل الحمار يحمل أسفارا بئس مثل القوم الذين كذبوا بآيات الله والله لا يهدي القوم الظالمين. Tövrat, elmi, əməli və təbliğinə dair bilgi çiyinlərinə qoyulduqdan sonra onu daşımayan kəslər, Yəhudi alimləri neçə kitablar daşıyan, amma ondan heç bir bəhrəsi olmayan ulağa bənziyər. Allahın ayələrini, Tövratın buyruqlarına qarşı çıxmaqla təksib və inkar edənlər barədə çəkilən məsəl necə də pis məsəldir. Allah zalim qövmü doğru yola yönəltməz. Qul ya eyyuhəl-ləzīnə hədû in zəamtum ənəkum əvliyəu lilləhi min dunin-nəsi fətəmənnəvul məvtə in kuntum sadiqin. De, ey Yəhudilər, əgər belə hesab edirsinizsə ki, başqa insanlar deyil, siz Allah dostlarısınız, əgər düz danışırsınızsa, onda Allahdan ölüm diləyin ki, dostunuzun rəhmət və nemətinə nail olasınız. وَلَا يَتَمَنَّوْنَهُ أَبَدًا بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ وَاللَّهُ عَلِيمٌ بِالظَّالِمِينَ. Halbuki onlar öz əlləri ilə törədib, öncədən göndərdikləri şeyə görə əsla ölümü arzulamazlar
və Allah zalimların halını biləndir. قل إن الموت الذي تفرون منه فإنه ملاقيكم ثم تردون إلى عالم الغيب والشهادة فينبئكم بما كنتم تعملون. De, şübhəsiz qaçdığınız o ölüm mütləq sizə yetişəcək. Sonra isə gizlini və aşkarı bilənə tərəf qaytarılacaqsınız. O da dünyadakı əməllərinizi sizə xəbər verəcəkdir. يا أيها الذين آمنوا إذا نودي للصلاة من يوم الجمعة فاسعوا إلى ذكر الله وذروا البيع ذلكم خير لكم إن كنتم تعلمون. Ey iman gətirənlər! Cümə günü namaza çağırılan zaman Allahı zikr etməyə, cümə namazına tələsin və alışverişi buraxın. Əgər bilsəniz, bu sizin üçün daha xeyirlidir. فَإِذَا قُضِيَتِ الصَّلَاةُ فَانْتَشِرُوا فِي الْأَرْضِ وَابْتَغُوا مِنْ فَضْلِ اللَّهِ وَاذْكُرُوا اللَّهَ كَثِيرًا لَعَلَّكُمْ تُفْلِحُونَ. Və namaz qurtardıqda yer üzünə dağılışın və Allahın kərəmindən istəyin. İş və ruzi dalınca gedin və Allahı çox zikr edin. Bəlkə səadətə yetişəsiniz. وَإِذَا رَأَوْا تِجَارَةً أَوْ لَهْوًا انفَضُّوا إِلَيْهَا وَتَرَكُوكَ قَائِمًا قُلْ مَا عِندَ اللَّهِ خَيْرٌ مِّنَ اللَّهْوِ وَمِنَ التِّجَارَةِ وَاللَّهُ خَيْرُ الرَّازِقِينَ. Lakin cümə namazına əhəmiyyət vermirlər. Bir ticarət ya əyləncə gördükdə, səni ayaq üstə, xütbə ya namaz halında buraxıb, onun tərəfinə axşarlar. De, Allahın dərgahında olan şey əyləncədən, malların şəhərə daxil olması zamanı çalınan musiqi və təbil səsindən və ticarətdən daha xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır.